Ay heç nə bacara bilmədim. Deyir ki, ay qaçıl görüm. Fərasətli bir yerə soxum səni. Adımızı batırır. Nəsə Vəli girir qızın işinə baxır, çıxır. Hər nəysə sabah açılır. Qız qaynatası oturub çay içir. Deyir ki, ay əmi, deyir eşidirəm balam. Deyir sən məni əli üçün almışdın, yoxsa Vəli üçün almışdın? Deyir ki, nə oldu balam? Deyir bəs məni əli qayırdı. Deyir ki, balam nə olacaq? Əli də qayırdı, arada Əliyə də ver, Vəliyə də ver, arada bir dayıya da ver. Bir arada bir Əliyə də, Vəliyə də, dayıya da ver. Bir gün uşaq gedir anasının yanına, deyir ana atanın döşündən nə deyir, atanın döşünə nə deyirlər? Deyir petuq. Uşaq gedir atasının yanına, deyir ata mən də böyüyəndə sən kimi petuq olacaq. Hoş geldiniz. Ha, merhaba, hoş gördük. Sen puluna konset verseydin, indi ne kadar pul yığmıştık. Başına $2 yığa bilmirdim, yığıştıra bilmirdim. Az göreyim, porun. Az göreyim, mənim ləhtifələr görüm nə qədər maraqlıdır ki, canlıdır kırıyım. Mənə yaxşılarım bilmirdim, prost mən danışa bilmirdim. Ayıbdır, mən utancaqlıysam. Sənin ayıqlığına tullarım, yaxşı mı? Aniya, vaxtda nə qədər qalır? Nərim var, hələ baxmamışım, bu gün nə qədər var. Məni də qoşun. Добрый день, как дела? 29'da, hani bəsdir. Cırıldım, denə gəlsin. Maşallah 48 nəfər, maşallah anasından nə deyir? Danış. Aniya, sonda gör nə qədər adam bularda. Aycan? Sonda gör canlıya nə qədər. Deyir ki, Mələk, səni danışda oturva qulaq asaq da. Mən tutarlam, qadan aldım. Cırt. Pırt. Deyir zırt əlləmə, pırt əlləmə. Az başa düşmədim, ey? 58. Sən, karoçi, nə sən? Gəlinlər bir avtobusda gedir, qaynalar bir avtobusda gedir. Qabaqda gedən avtobus qazaya düşür, qaynalar hamısı ölür. Gəlinlər düşür, vur çatlasınlar, qaynalar ölübdür, qız gəlinlər əlinə xına qoyubdur, şəxsi vaxsiydi. Görür ki, qızın biri oturub elə zülüm ağlayır. Babası deyir, boy başıma xeyir, sən niyə ağlısın? Az yoxsa qaynanı çox istəyirəm. Bir ağzı sən bilsəydin ki, mən yağlayıram. Mənim qaynanam sadıdır, tərsdir, bilir. 10 kəvəzinə bir bilir. Evdə qalıbdır, deyir, gəlməyim. O da ölsəydi, deyir, canım Karıcı, Allah qurban olun, qadınların çoxsu əksəriyyəti qaynanadan yanıqlıdırlar. Bilmirəm niyə. Öyleyse benim ayıp oldu. Gəlinlər niyə ölmür, qaynanlar olur? Ayan, nə bilim Ayan, belə lətifədir də bu qaynanlar rəhmətə gedir, gəlinlər də ağ günə çıxır, ağ günə çıxmasın. Yalan sonra ağ günə çıxmasın. Valla mənim qaynanam yoxdur deyə. Ay Mələk, Gəlinlər özü az qaynanam, qaynatam səhər vurur. Utanma, niyə özünü göstərmirsən? Qaynanam var mı səndə? Durək. Haralısız. Az, mənim qaynanam yoxdur, az qaynanam yoxdur. Mənə sən də danış görək. Hasarda ölüb qaynana. Biz də qaynan olacaq. İnşallah. Mən kürəkənimi çox istəyəcəm. Bacı, mən yalan deyə bilmərəm. Mən gəlin
nazı zadı çəkə bilmərəm. Yəni elə ki peynir. Niyə? Qaynana sənin nazını çəkə bilirmi? Sənin kimi lətər ifritəklərini saxlaya bilirmi? Saat şey demişəm, axşama kimi yiyib divanda tost verib yatırmı? Mən qaynana mənə görüb ki, yatada yandı. Bəzi kızlar deyir ki, anasının evində oturur, para çörəyi yiyib, divanda oturur, divandan düşmür. Qaynana gilə gedir, biraz kötü darvaza arasına düşür. Bu qaynana yola vermədi. Bu qaynata yola vermədi. Bu nə yazıb? Bu nə yazıb deyən görür. Bir gün uşaq atasını boğaza yığır. Ata şeyini verir, ata şeyini verir, uşağa deyir, ala oyna bunlar. Ata yatsın. Ata yatır, kralda görür ki şey. Göyərib deyir, abala buna nov deyir, üzümə tüpürürdü, boğdu. Ay bomba deyirik, yaxşı qalıb gəlin olsa qaynana barışında belə danışmaz. Yaxşı gəlin olsa qaynana barəsində belə danışmaz. Parixmaxer bizim qaynanamız yoxdur da neyiniyək? Allah o pis mənada danışmadır. Mən qaynana mənə bir boyda. Mən qız deyirəm, oğlan, adım da Fərzindir, ay mənə. Bunlar qızlarımın adı. Allah ayan Buşra, Allah balağı saxlasın. Sizin də gəliniz özünüz kim olar, hə? Bir gün bir oğlan mollaya deyir, ay molla, mənim orucum koda düşüb. Neyniyim deyir, 1 litr su, bir dənə xurma yığ açılsın. Haralısız. Mələk canlıdayam, bayaq bir xanımla biri tel tutub, o biri danışır, onu ancaq mən bildim canlıda. Nə deyir ay mələk, buydu o. Başa düşmədim. Deyir, qaynanamın götünü də yiyərəm, çünki mənə oğlan doğub, mənə alır. Allah başa tam versin. Allah başa tam versin. Buraya söylüyordu. Onlar mələk xanım. Gümüşün. Dovşan meşədə pələngin qorxusundan qaça-qaça gedirmiş. Birdən qabağına pələng çıxır. Pələng soruşur. Dovşan, niyə qaçsın? Dovşan pələngdən can götürmək üçün deyir. Pələng qardaş fili dalını dağıdıblar. Pələng qardaş fili dalını dağıdıblar. Sağ olun, Allah razı olsun. Çox sağ ol. Təbii ki, uşaqlar, bu bir zarafat dedirik. Allah bütün analarımızı, valideynlərimizi qorusun. Allah ölənlərimizə rəhmət eləsin. Təbii ki, bu bir zarafatdır. Bizim, bax, belə deyib gülməsəydik, canlımızda qalmazdınız. Elə deyilmi, Mələk? Elə dairə, sənin qarmaqlarını danışmaq istədim. Az yaxşı, bu bir qalır. Deyir, bir günləri. Bir dənə qız olur, bu qız ərə getməkdən qorxur. Öz aramızda zor gedir. Hə, düz dedin, qadın. Düz dedin. Nəsə deyir, bu qız ərə getməkdən qorxur. Toy gecəsi olur, bəy sallar gəlinin yanına, deyir, cütdə boyuşuva baxır. Nəsə, qız qorxusundan qalxır servandın başına düşmür. Oğlan haline verir ki, düş da, bəsdir, düş, gəl cəmat, bizi gözləyir, düş. Qız düşəsi olmur. Yengələr gəlir. Arjı valideynlər bu işə qarışır, qız düşəsi olmur. Bir gün deyirəm, bu qız dəli olursa, gedim mollanı çağırır. Molla gəlsin, bir dua yazsın. Mənə eşitirsən? Nəsə? Azıcaq maram öldü. Qulaq as, az bir. Nəsə? Axtarım, o kişidən bu nədir?